Və qardaşlar, necə qeyd elədik, Allah Taala nə üçün yaradıb? İbadət üçün. Və hər bir möminə Allahla qarşılaşacağı günə qədər bu ibadətin üzərində sabit qalması lazımdır. Kim ibadət üzərində ölməsə, Allahın dini üzərində ölməsə, vallahi yəqin və yəqin bilməlidir ki, Allahın əzabı ilə qarşılaşacaq. Allah Taala buyurur ki, ayədə: "Ya eyyuhən-nəsu ittaqu rabbakum." Ey insanlar, Rəbbinizdən qorxun. Sən insansan. Allah Taala sənə insan deyib. Ola bilər qəbul eləsən, etməsən, yenə də insansan. Allah Taala sənə xitab eləyib. Rəbbinizdən qorxun. Vaxşəv yevmən. Və o gündən də çəkinin, qorxun. Necə gündür ki, o qorxsun insanlar? Allah Taala izah eləyir. La yeczi validun an valadihi. Valideyn evladına heç bir kömək eləyə bilməyəcək. Eləyə bilməyəcək. Heç bir kömək eləyə bilməyəcək. Bir savabını verməyəcək. Ana dünyaya gətirdiyi, əziyyət çəkdiyi uşağa bir savab verməyəcək. Ata əziyyət çəkib böyütdüyü evlada bir savab verməyəcək. Allah Taala bildirir ki, valideyn evladına heç bir şey xeyirdən kömək eləyə bilməyəcək. Sonra evladı deyir, Allah Taala buyurur ki: "Vələ məvludun huve cazin an validihi." Nə də heç bir evlad gəlib Allah Taala qiyamət günü səni əzabdan xilas eləsin deyə kömək eləyə bilməyəcək.